Bakı daha bir mötəbər beynəlxalq tədbirə Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Nəqliyyat sıxlığının qarşısını almaq və tədbirin yüksək səviyyədə təşkilini təmin etmək məqsədi ilə təhsil müəssisələrinin fəaliyyətində dəyişiklik edilib. Elm və Təhsil naziri Emin Əmrullayev Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirildiyi günlər ərzində paytaxtda fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə əmr imzalayıb. Bu dəyişikliklər məktəbəqədər təhsil müəssisələrinə, yəni bağçalarımıza, eyni zamanda internat tipli ümumi təhsil müəssisələrinə şamil edilməyəcək. Belə ki, ümumi təhsil müəssisələrinin məktəbə hazırlıq qrupları və ibtidai sinifləri üzrə may ayının 18-dən 22-sinə qədər tətil müəyyən ediləcək. Onu da qeyd edim ki, ötən illərdə həmin tətil 1-5 may tarixlərini əhatə edirdi. Bu il isə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin məktəbə hazırlıq qrupları və ibtidai siniflər üzrə tətil may ayının 18-dən 22-sinə qədər olan dövrü müəyyənləşdirir. Bununla yanaşı Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla Bakı şəhərinin digər rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 5-11-ci siniflərində isə dərslər may ayının 18-dən 22-sinə qədər distant formada, yəni məsafədən həyata keçiriləcək. Artıq müasir dövrdə rəqəmsal alətlər alternativ deyil, tamamlayıcı funksiya rolunu oynayır. Bu baxımdan dərslərin də onlayn formada həyata keçirilməsi qətiyyən təhsilin fasiləsizliyinə mane olmayacaq. Qeyd edim ki, onlayn dərslər virtual məktəb platforması üzərindən həyata keçiriləcək. Artıq məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyi olaraq bu istiqamətdə müəyyən çərçivələr hazırlanıb və tətbiqi həyata keçiriləcək. Dəyişiklik yalnız məktəblərlə məhdudlaşmır. Ali təhsil pilləsində də xüsusi tənzimləmələr nəzərdə tutulub. İmzalanmış əmrə əsasən 18-22 may tarixlərində Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrində tədris onlayn formatda təşkil ediləcək. Bu, tələbələrin təhsil proqramından geri qalmamasına, eyni zamanda təhsilin fasiləsizliyinin qorunmasına imkan yaradacaq. Onu da qeyd edim ki, bu təcrübə artıq pandemiya dövründən mövcuddur. Pandemiya dövründə geniş istifadə edilib və hətta pandemiya dövründən sonraki müddətdə də təhsil müəssisələri zərurət olduğu halda bu formatda tədrisin təşkilini həyata keçiriblər. O səbəbdən onların yenidən bu formata keçidi ilə bağlı heç bir çətinlik görünmür. Onların maddi və texniki imkanları da buna kifayət qədər cavab verir.